Nebi sallallahu aleyhi ve sellem Ayşe radiyallahu anh'ın evine geldi. Çok sevdiği zövcəsi Ayşe radiyallahu anh'a. Nebi sallallahu aleyhi ve sellem özü belə söyləyirdi. Rabbim şahid ol ki, bütün zövcələrimə eyni davranıram. Ama Ayşe'ye olan sevgim daha üstündür. Yalvarıram, buna görə məni hesaba çəkmə. Dizləri üzərində Rasulullah'ın bu dünyanı tərk etdiyi insan. Qiyamətə qədər evi Rasulullah'ın qəbri olan insan. Sıddıq və Faruq onun evində dəfn edilən Ayşe möminlərin anası. Bu o qadındır ki, onun sayəsində təəmmümü öyrəndik. Bu o qadındır ki, Uca Allah 7 qat səmanın üzərindən onun iffətini, namusunu müdafiə etdi. Yusufa aleyhissalam zina iftirası atıldıqda, körpə bir uşaq onun leyhində şahidlik etmişdir. Amma münafiqlər zinadan xəbərsiz olan günahsız Ayşə iftira atdıqda, Uca Allah Azza və Cəllə özü onun leyhində şahidlik edərək ayət indirdi. Bəli, bu möminlərin anası idi Ayşe radiyallahu anha. Bir gün Rasulullah sallallahu aleyhi ve sellem'den dua istedi. Ey Allah'ın nəbisi, benim için dua et. Allah Resulü dua etti. Ey Allah'ım, Ayşe'nin keçmiş ve gələcək gizli ve aşkar günahlarını bağışla. Ayşe, Rasulullah'ın sallallahu aleyhi ve sellemin duasından sonra sanki şıltaq bir uşaq kimi sevinməyə başladı. Nebi sallallahu aleyhi ve sellem soruşdu ki, sənə nə oldu ey Ayşe? Ayşe cavab verdi ki, ey Allah'ın nəbisi, mənim üçün elə bir dua etdin ki, sevincimdən içimə sığmadı. Yazıqlar olsun bizlərə, yazıqlar olsun etdiklərimizdən dolayı. Nebi sallallahu aleyhi ve sellem dedi ki, ey Ayşe, senin için ettiğim bu duanı halbuki her gün ümmətim için edirəm. Sen benim sevdiğim zövcəmsən, ama yenə də bu duanı senin istediğin zaman ettim senin için. Fəqət ümmətimin hələ doğulmamış nəsilləri için belə mən hər gün bu duanı edirəm.